hamımızın tanıdığı Məlim Askerov iştirak etdik. Mücadele etseydik, o zaman kardeşiyle ben çıxış ederdim ve vaxt için 20-25 dəqiqə istəyirəm ve çıxışlar için 5 dəqiqə. Çünkü bu meseleyle razısıyla karşılanan səsiniz qəbul olundu. İqtidardan yox, mücadeledə de ben kısa məlumat verim sizə. Hörmətli konfrans iştirakçıları, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən böyük müddətlik, uzaq görənlik, davamla etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti gündə-günə artır. Etibarlı, tədbiqat, tərəfdaş kimi nüfuzu güclənir. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin çərəncəminə əsasən 2023-cü ildə ümumilli lider Heydər Əliyev anadan olmasının 100 illiyi tamam olduğuna görə həmin il Heydər Əliyevin 100 illiyi elan edilir. Bu münasibətlə Nəsib Rəvan Ağsaqqalar Şurası Respublika Ağsaqqalar Şurasının göstərişi və proqramı əsasında gördüyü işlərin başlıca istiqamətləri bu tarixli şəxsiyyətin fəaliyyətinin təbliğinə yönəlmişdir. Hesabat dövründə Rayon Ağsaqqalar Şurası 2023-cü ilin sonunda qədər rayonda keçirilən Heydər Əliyev 100 il tədbirində yaxından iştirak etmiş Nəsib rayon icra hakimiyyətinin rəhbərliyi ilə görülən işlərin hamısında demək olar ki, iştirak etmişdir və ağsaqqallar da bu siyasətə qoşularaq canla başlanan yüzünlüyün ləyaqətlə keçirilməsinə qoşulmuşlar. İstihbar dilində Nəsib rayon Ağsaqqalar Şurasının vaxtında öz iclaslarını keçirmiş və iclasların gündəliyində aktual məsələlər salınmış və geniş müzakirə olunmuşdur. Qısaca olaraq 13 oktyabr 23-cü il tarixdə keçirilən Nəsib rayon Ağsaqqalar Şurasının hesabat seçki konferansında 5 nəfər fəxri fərman, 2 nəfər ağsaqqal isə xüsusi hədiyyə verilmişdir. 7 noyabr 2023-cü il tarixində Zəfər günü ilə əlaqədar olaraq Nəsib rayon Kino mərkəzində, yəni Nizami Kino mərkəzində keçirilən tədbirdə Nəsib rayon Ağsaqqalar Şurası İdarə heyət üzvləri ilə birgə iştirak etmiş və məruzə ilə çıxış etmişdir. 20 noyabr 2023-cü tarixində Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi YAP Nəsib rayon təşkilatıyla birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbirdə Rayon Ağsaqqalar Şurası iştirak etmiş və məruzə ilə çıxış etmişdir. 25 noyabr 2023-cü tarixində Rayon Ağsaqqalar Şurasının sədrinin 25 noyabr gələcək Kəlbəcər şəhəri günüdür adlı məqaləsi müxtəlif mənbəli orqanlarda işıqlandırılmışdır. 12 dekabr 2023-cü il tarixində Nəsib rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsib rayon təşkilatının və Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə adını Dillər Universiteti Ulu Öndər Heydər Əliyevin anı günündə həsr olunmuş ən böyük Azərbaycanlı adlı tədbir keçirilmiş. Tədbirdə Ağsaqqalar Şurası iştirak edib məruzə ilə çıxış etmişlər. 20 dekabr 2023-cü tarixində Nəsib rayon Ağsaqqalar Şurası İdarə Heyəti üzvlərinin Ağsaqqalar Şurasında təmsil olunan üzvlərin iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş. İclasın gündəlində 7 fevral 2024-cü tarixində keçiriləcək növbədə imkanları prezident seçkiləri təşkilində və təbliğat prosesində Nəsib rayon Ağsaqqalar Şurası vəzifələri müzakirə olunmuş. Bundan əlavə Şura yeni qəbul olunan üzvlük vəzifələri verilmişlər.
07'si 2. ay 24. il tarihində Respublikamızda növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 sahələ Nəsimi, Binəqədi 22 sahələ Nəsimi, Yasavan 23 sahələ Nəsimi, Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektlik şəraitində keçmiş rayon ağsaqqalları seçkilərdə fəal iştirak etmişlər. Seçki günü Nəsimi rayon ağsaqqallar şurasının sədri və sədr müavinləri Xalid Kərimov, Muhammed Həmidov seçki məntəqələrində olmuş seçkilərin gedişini izləmişlər. Rayonda seçkilərdə iştirak etmiş seçicilərin 92,4%-i Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Heydəroğlu Əliyevə səs vermişdir. 12 fevral 2024-cü ildə Nəsimi rayon ağsaqqallar şurasının idarə heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ünvanladığı məktubda növbədən kənar prezident seçkilərində qazandığı böyük nailiyyətlərə görə möhtərəm Ali Baş komandanı təbrik edir, ona uzun ömür və can sağlığı arzulanmışlar. 12 mart 2024 tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında 7 fevral növbədən kənar prezident seçkilərinin yekunlarında dair görüş keçirmiş, görüşdə partiya fəalları mükafatlandırılmışdır. 14 mart 2024 tarixində Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin iclası keçirilmiş, 7 fevral növbədən kənar prezident seçkilərinin yekunları Rayon Ağsaqqallarının fəaliyyəti müzakirə olunmuş, seçki günü İdarə Heyətinin üzvlərinin bir qrupu müşahidəçi qismində rayonun seçki məntəqələrində olduğu və seçkilərin keçirilməsində yüksək fəaliyyət göstəriciləri olaraq qurulanmışdır. İdarə heyətinin sədri və ictimai-siyasi həyatında fəaliyyət göstərən bir sıra şəxslərin fərqli fərman və tərtib edilir. Respublika Ağsaqqallar Şurası qarşısında vəsatət qaldırılır ki, prezident seçkilərində aşağıdakları yüksək dərəcədə fəaliyyət nümayiş etməsi ilə əlaqədar rayon Ağsaqqallar Şurasının tərəfindən təşəkkürnamə ilə mükafatlandırılmış və onlara son olaraq Novruz hədiyyələri verilmişdir. 15 mart 2024 tarixində Rayon Ağsaqqallar Şurasının 115 nəfər geniş tərkibində keçirilən iclasında tədbiri giriş sözü ilə açan Rayon Ağsaqqallar Şurasının sədri tədbir iştirakçılarını salamladı və onlara qarşısında gələn Novruz bayramı münasibəti ilə qarşıda gələn Novruz bayramı münasibəti ilə təbrik etdi və bir neçə nəfər, 5 nəfər fərqli fərman, 10 nəfər təşəkkürnamə, 19 nəfər isə bayram hədiyyələri verilmişdir. Cənab Asif Əskərov, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev 2 fevral 2024 tarixli 4289 nömrəli sərəncamı ilə Heydər Əliyevin 100 illiyi 1923-2023 yubileyi medali ilə tərtib edilmişdir. Nəsimi rayon Ağsaqqallar Şurasının sədrinə Bakı Şiş evi Səhmdar Cəmiyyətinin sədri Fidayət Rəhimova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyeva bu 100 illik medal yığıncaqda təqdim olunmuşdur. Azərbaycanda keçirilmiş ölkəmizdə olan liderlər olaraq deyən qiymət, belə bir ölkəmizdə onun liderliyinə olan qüvvədir adlı məqalə də dərc olunmuşdur. 26 aprel 2024 tarixində Nəsimi rayon İcra Hakimiyyətində görkəmli oftalmolog, alim, akademik Zərfər Əliyevin olmasının 101 illiyinə həsr olmuş zirvələrə yüksələn zərif insan ömrü adlı tədbir keçirilmiş və tədbirdə Ağsaqqallar Şurasının sədri çıxış etmiş. İyunun 24-də, iyun 2-24 tarixdə Azərbaycan qəzetinin idarə heyətinin fəaliyyəti haqqında məlumat verilmişdir. 4 iyun 2024 tarixində Nəsimi rayon Ağsaqqal
rayon icra hakimiyyətində ailə daxili şiddət və onun fəsadları mövzusunda tədbir təşkil olunmuş, rayon Ağsaqqallar Şurasının sədri və idarə heyəti bu iclasda iştirak etmişdir. 4 iyul 2024 yıl tarixində Sumqayıt Dövlət Dram Teatrında Qərbi Azərbaycan icması Sumqayıt Şəhər Qadınlar Şurasının təşkilatçılığı ilə olan görüşdə Nəsim rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri iştirak etmişlər. 5 iyul 2024 yıl tarixində Azərbaycan Dillər Universitetində keçirilən tədbirdə Nəsim rayon Ağsaqqallar Şurasının sədri geniş məruzə ilə çıxış etmiş COP29 beynəlxalq konferansında ölkəmizin ev sahibi seçilməsinin Respublikamızın üçün vacib əhəmiyyətindən söz açmışdır. 14 iyul 2024 yıl tarixində Nəsim rayon icra hakimiyyətində 15 iyul Milli Qurtuluş gününə həsr olmuş müasir və müstəqil Azərbaycan onun adı ilə bağlıdır. Adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Şuranın sədri və idarə heyətləri iştirak etmişdir. 29 iyul 2024 yıl tarixində Nəsim rayon Ağsaqqallar Şurasının rayon icra hakimiyyəti ilə birgə keçirdiyi geniş təklifdə rayon Ağsaqqallar Şurasının sədri və icra başçısının birinci müavini Gülara xanım Verdiyeva çıxış etmişdir. 29 iyul dəyişikliklərində mötəbər iclasın Azərbaycanda keçirilməsi ilə bağlı mülahizələr söylənmişdir. Bundan əlavə, idarə heyətinin üzvü hazırda Azərbaycan Tibb Universitetinin prorektoru Profesor Sabir Əliyev 2024-cü ildə 80 illiyi tamam olması münasibətində Rayon Ağsaqqallar Şurası idarə heyətinin adından mükafatlandırılmış və ona Respublika Ağsaqqallar Şurası məktubla müraciət etmiş və bunun əsasında Respublika Ağsaqqallar Şurasının təqdimatı ilə ona Respublika Ağsaqqalı şərəf medalı verilmişdir. 1 sentyabr 2024 tarixində ilk dəfə olaraq suverenliyini tam təmin etmiş, yəni Qarabağ və Zəngəzurda daxil olmaqla bütün Azərbaycanın ilk parlament seçkiləri keçirilmişdir. Seçki günü Rayon Ağsaqqallar Şurasının sədri müavinləri Xalid Kərimov, Nömrəli Əmirov və başqaları da aktiv iştirak etmişlər. Qeyd etmək lazımdır ki, idarə heyətinin üzvü fəlsəfə doktoru Fazil Sadıqov 2021 sayılı Nəsimi Binəqədi seçki dairəsində öz namizədliyini bələdiyyə seçkilərində verilmiş, yalnız keçə bilməmişdir. 1 oktyabr 2024 yıl tarixində Beynəlxalq Ahlar Günü münasibətilə Zabitlər Parkında Nəsim rayon Ağsaqqallar Şurası ilə Nəsim rayon icra hakimiyyəti birgə tədbir keçirilmiş 2024-cü ildə yubileyi qeyd edilmiş 6 nəfər Ağsaqqal təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılmışdır. 10 oktyabr 2024 tarixində Nəsim rayon icra hakimiyyəti yanında İctimai Şuranın geniş təşkili iclası keçirilmiş. Nəsim rayon Ağsaqqallar Şurası idarə heyəti orada iştirak etmiş və çıxış etmişlər. 6 oktyabr 2024 tarixində Nəsim rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Fidari Rəhimovun 71 illik yubileyi münasibəti ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri millət vəkili Profesor İlqar Quliyev onu fəxri Ağsaqqal döş nişanı ilə tərtib etmişdir. İdarə məlumat döş nişanı təqdim edilmişdir. 6 noyabr 2024-cü ildə Azərbaycan Ağsaqqallar Şurasında Zəfər günü ilə əlaqədar tədbirlər keçirilmişdir. Beləliklə, 1 dekabr 2024 tarixində Nəsim rayon Ağsaqqallar Şurasının Nəsim rayon icra hakimiyyəti Yat Nəsimi icra birlikdə yenə də Nizami Kino Teatrında Heydər Əliyev zamanı dövqələrdə adlı tədbir keçirilmiş tədbirdə Respublikanın Ağsaqqal insanı uzun illər Heydər Əliyevlə birgə işləmiş Dilara xanım Seyidzadə geniş mövzə ilə çıxış etmişdir. 17 yanvar 24-cü tarixdə idarə heyətinin iclası təşkil edilmiş. İclasda Nəsim rayon Ağsaqqallar Şurasının 2025-ci il üçün tərtib edilmiş iş planı tətbiq olunmuş. Bundan əlavə 20 yanvar Ümumxalq Hüzn günü 35-ci il dönümü
ilə bağlı tədbirlərin keçirilməsi şəhidlər xiyabanına ziyarət təşkil edilmişdir. 24 yanvar 2025-ci tarixdə Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri adında Şuranın sədri millət vəkili professor Eldar Quliyev, Nəsmi rayon Ağsaqqallar Şurasının sədri əməkdar Elmur xadimi professor 85 Vaqif Şadil münasibəti ilə təbriklər göndərilmişdir. 2 fevral 25-ci il tarixdə Nəsmi rayon İcra Hakimiyyətinin 2 fevral Gənclər Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Nəsmi rayon Ağsaqqallar Şurası iştirak etmişdir. Bütün bunlarla bərabər qısaca olaraq nəzərinizə çatdırdım ki, 25 fevral 25-ci tarixdə Nəsmi rayon Ağsaqqallar Şurası Nəsmi rayon İcra Hakimiyyəti ya Nəsmi rayon təşkilatla birgə Zəfər Zərif Uğurların nişanəsi adlı tədbirdə keçirilmişdir. 28 aprel 2025 tarixində Ulu Heydər Əliyevin 102-ci il dönümü münasibətində Nəsmi rayon Ağsaqqallar Şurası və rayon İcra Hakimiyyətinin birgə tədbiri keçirilmişdir. Tədbirdə Şuranın sədri və İcra Hakimiyyətinin birgə tədbiri keçirilmiş. Tədbirdə Şuranın üzvləri iştirak etmiş və çıxış olunmuşdur. Nəsmi rayon Ağsaqqallar Şurasının təşkil etdiyi tədbirlərdə aşağıdakı hörmətli şəxslər iştirak etmiş və geniş məruzələrlə çıxış etmişlər. Bunlardan göstərməklər: Asif Əskərov, millət vəkili Asif Mollazadə, Hikmət Babaoğlu, Afət xanım Həsənova, Məlahət İbrahimqızı, Ziyad Səmədzadə, Eldar İbrahimov, Sudev İmamverdiyev, Əvəz Ələkbərov, Dilara xanım Seyidzadə, Gərək Vəli, Kamal Abdullah, Rüfət Əzizov, Maharə xanım Hüseynova, Paşa Qalbunur, Rafiq Məmmədəsov və başqaları Nəsmi rayon Ağsaqqallar Şurasının apardığı yığıncaqlarda iştirak etmiş, məruzələrdən çıxış etmişdir. Bundan əlavə, bu illər ərzində Nəsmi rayon Ağsaqqallar Şurasının tərifnaməsi müraciəti əsasında Ağsaqqallar Şurası 12 nəfərə maddi yardım etmiş və 100 nəfərə yaxın Ağsaqqallara mütəmadi olaraq hər bayram günündə 10 nəfər, 15 nəfər, 20 nəfər, 25 nəfər bayram payı göndərilmişdir və bizim Nəsmi rayonunda olan ağsaqqallarımızdan 90, 85, 105 yaşlı insanlar var ki, bunlar bir də burada iştirak edebilirlər. Həmişə Ağsaqqallar Şurası onların nəzərdə tutulmuş və onlara bayram payları göndərmiş, təşəkkürnamə verilmişlər. Bugünkü iclasda da yəqin ki, bunun davamı olacaq. Mən qısaca olaraq sizə bunu çatdırmağı özümə borcluyum. Sağ olun, suallar olan. Sağ olun. Mənim sualım yox, mənim bir sözüm var, bir tapşırıq var. Buyurun. Tamam, böyle icazı veriyorum. Tamam, əziz dostlar. Bu müvəqqəs icazı Quran yaraşdıran ağsaqqallara, Teleqozluq Milli Fondunun Azərbaycan Dünyası Beynəlxalq Jurnalının 3 gün bundan qabaq qərarı oldu. Biz xəbər tutduq ki, böyük iclaslar olacaq və bu iclasa mənə tapşırıb idarə heyəti Vaqif müəllimə, Şartinskiyə misilsiz xidmətlərinə görə vətənə, ölkəyə xidmət edib. Bu insan çox həyatında ağır prosesler seçim ancağının yüreği, qəlbi, təmiz insan. Buna görə də bu mükafatı Qızıl Ürək Koridorunda icazə ver söz.
Qızıl ürək. Türkçə altın ürək. Davıtı götür. Sağ ol. Sağ ol. Çok hürmetli Vagif Müəllim, hürmetli Asif Müəllim, mənim həmkarım, mənim dostlar, sizlə görüşməyə bugün çox şadam. Əslində rayonun sözüdür ki, Azərbaycanın ən çox siyalısı olan rayonda ən böyük rayonumuzdur. Ailəsinin sayına görə, bəlkə də ərazisinə görə yox, amma ailəsinin sayına görə Azərbaycanda bir nömrəli bizim rayon, nəsilli rayondur. Orada həm ziyalılarla bərabər bir neçə universitet var, kollec var ki, insanlar orada işləyirlər və işlərini davam edirlər, fərqli haflar alırlar, yaşayırlar, yaşadırlar, gənc insanlara düzgün yol göstərirlər. Bu da sözsüz ki, biz ağsaqqalların boyundayız. 24-cü il Azərbaycan Respublikası üçün çox uğurlu illərdən biri oldu. Birinci növbədə, Vagif müəllim də dedi, əlbəttə bizim ən böyük sevincimiz oldu ki, fevral ayında Cənab Prezidenti yenidən seçilməsi oldu və hamımız orada iştirak elədik. Həqiqət mənada mən həmin müqəmdən bunu deyə bilərəm ki, mən o seçki məntəqələrdə geçib baxanda o qədər ürəyim şad oldu ki, o seçki məntəqələr qabağında insanlar, sadiq insanlar növbəyə durmuşlar ki, seçilməyə. Hətta məni tanıdılar, dedilər ki, gəl növbəsiz gəl, dedim, yox, mən növbəsiz gəlməm. Mən həm diyandım, baxdım, fərəhlə işlədim. Baxdım ki, oradan cəmaat durdu. Bilirsiniz də bizi biraz cəmaat seçkilərdə təmbəllik eləyən, amma o dəfə həqiqətən də hamı gəbər. Sonunda nəticə 92,6% Cənab Prezident bu şeydə səs yaptı. Bu bir daha onu göstərdi ki, Azərbaycan xalqı milli liderimizdən sonra onun davamçısı olan İlham Əliyevə səmimiyyətlə, qəlbiylə bağlıdır. Bunun sevincin bir qədər də artması sözsüz ki, bizim 20-ci ildə torpaqlarının azad olunmasıdır. İllərlə biz bu torpaqların azad olması üçün hər birimiz burada oturanda arzulanmış ki, bu Azərbaycan torpaqları qazanılsın. İllərlə bizim gənclər, bizim analar, acılar həmişə bunun arzusunda olur. Bu bəxşi bizə İlham Əliyev cənabları verir. Düzdür, 23-ci ildə 44 gün müharibəsindən sonra bir günün içərisində Xankəndidə qalan o qırıntılar ki, mən qırıntı deyiləm, insan qiymatında bilirəm. Onları ermənilər özləri çıxdılar, getdilər, sonra da getdilər, dedilər ki, bizi buradan qolda etnik təmizləmə aparıldı. Anda ki, siz də bilirsiniz, biz də bilirsiniz, heç vaxt bizdə Azərbaycanda etnik təmizləmə var. Çünki biz millətlərə eyni gözlə baxmışıq. Kimsə fərqi olsun, hansı millətdən asılı olmasa, insan olsun, gəlsin, dövlətimizdən, bizim vətəndaş kimi xidmətdir. Bu da bizim gözümüzün qabağında olur. Əlbəttə, 24-cü ildən uğurlarından biri də bizim üçün demək, Milli Məclisin seçkisi oldu, bilirsiniz ki, o seçkidə də yenə də Azərbaycan xalqı öz istədiyi insanları parlamentdə görmək üçün yenidən onlara etimad göstərdi. Bunun bir nümunəsi bizim icra başçımız, hörmətli Vasif Məzuncu, mənim bizi də mən də 5-ci, 6-cı dəfə idi mən millət-vəkili yerindən seçilir. Ağsaqqallarının fərqlərində əlbəttə bu tarixi boyu biz ağsaqqalların qabağında baş əymişik, hörmətlə yanaşmışıq. Çünki bu bizim kökümüzdə var, bu bizim tərbiyəmizdə var. Biz bunu görmüşük, ağsaqqala hörmət etməliyik. Onların yanında hər söhbəti danışıb olur. Onların yanında oturanda, duranda, ədəb məhəkkənlə oturmuşuq. Və ağsaqqal bilsin ki, onların qoyduğu ənənəni biz davam etdirik. Və bugün hamımızın boynunda bu deyəlim ki, bizim gələcək nəsilləri də bu tərbiyə edir.
24-cü ilin son illə aylarında, noyabr ayında bilirsin, ən böyük tədbir Azərbaycanda, mən deyərəm ki, mənim yaşımdan bələdar olaraq, bu böyük tədbir, bu boyda böyük tədbiri mən heç vaxt görməmişim. Yəqin ki, məni hamısı siz də deyərik, təsdiq edəyəcək. COP29-un Azərbaycanda keçirilməsi və 2 ayın içərisində o böyük möhtəşəm zalı düzəldilməsi, insanların qəbul olunması, yaşadılması, orada qalanlar məsafət kimi qonaqlarınızı qəbul edilmək, yola salmaq, heç bir hadisə baş vermədən, çünki təxribatlar bilirsiniz ki, həmişə ola bilərdi. Erməni düşmən məsələ yanımızda, qonşuluğumuzda da hər bir şey yaradırsa görürlər. Amma baxın görün, nə yüksək səviyyədə biz onları keçirdik, özümüz də iştirakçıları oldu. Və gedən qonaqlar da, gələn qonaqlar da, gedən qonaqlar da çox böyük təəssüratlar da geçir. Bizi hansı ki, bir 20-30 il bundan qabaq Azərbaycanda gəlmişdi, görmüşdü. Tam Azərbaycanın Bakı şəhərinin dəyişilməsi. Onların Bakı bu son illərdə bu qədər inkişaf edir. O illərlə əvvəl bizim rayonlarımızda da gedənlər oldu ki, avtobuslarla yaradılmış olan şərait getdilər, gəldilər, baxdılar. Və bugün Azərbaycanın əlbəttə ki, sevənlər sevindirdilər, sevməyənlər ürəyində qaldı ki, Azərbaycan necə bir inkişaf edir. Həm deməyimsə ki, bu dövlət, o dövlətlə bizim münasibətlər. Vietnamın Azərbaycana gəlir. Baxın, biz indi Sovet vaxtında Vietnama necəsə baxırdıq. Mən deyərdim ki, Çin ölkələri içərisində bu saat ən sürətlə inkişaf edən Vietnamdır. Və bizim əlaqələrimizdə onlarla əlaqələr. Yəni, mən demək istəyirəm ki, bütün bunlar nə göstərir? Azərbaycan düzgün yoldadır. Azərbaycanın həm iqtisadi, həm siyasəti, həm dünya görüşü, əlbəttə ki, çox düzgün qurulmuş və bugün də inkişaf edir. Daxildən nə deyə bilərəm? Əlbəttə ki, bugün gənclərimiz sözsüz. Bizim dövrümüzlə gənclərin dövrü tam fərqlidir. Çünki bizim dövrümüzdə uzaqbaşı bir televizorumuz var idi. Qala dedik, soyuducumuz olardı. İndi maşallah o da texnikalar inkişaf edib ki, uşaqların da elində telefon var, məndən kompüterlər var, oyunlar var. Gənclərimizin intibda səviyyəsi çox artıq. Mən öz müəllimlərimizə də deyirəm ki, siz gedəndə auditoriyaya girəndə görür, müəllim bilməlidir ki, ona hər bir sual verə bilərlər, hər bir söhbət soruşa bilərlər. Buna hazır olmalıdır. Çünki indiki gənclər 30 il 40 il bundan qabaqki gənclərdir. Vətənpərvərlik dövlətimizdə çox azdır. Gənclərin içərisində həqiqətən də həddən artıq vətənini sevən, çox sevən insanlarımız var, gənclərimiz var. Vətən uğrunda özünü bizim şəhidlərimizi də görmüşsünüz, bilirik ki, lazım olanda vətən uğrunda o tankın da altında, düşmənin da altında görüb bağlı gedən oğlanlarımız, qızlarımız var. Yəni, əlbəttə ki, o bizim qürurumuzdur ki, biz belə bir övladlar yetişdirdik, belə övladlarımız var. Nöqsanlarımız da sahədə var, yəni bu nöqsanlarımız nədir? Ailələrimizdə gənclər evlənirlər, boşanırlar. Bu məsələnin qabağını mələsə bilir, biz hamımız almalıyıq. Hansı şəkildəsə, keçmiş zamanlarda ailələrdə gedərdik, məhəllədə bir dənə, 2 dənə olardı ki, belə hazır kimsə ailəsindən ayrılır. İndi isə statistik məlumatlara baxın, 100 evlənənlər 40-45'i boşanır. Bu hara gedir, bu gənclərimiz, yəni biz atanın qayğısından böyümüşük. Bu nələ qayğısından, tərbiyəsindən görürük. Çox təəssüflər olsun ki, bu məsələlərdə bizim gəncliklərimiz var. Ümidimiz var ki, əlbəttə ki, bunların aradan qalır. Bir də ki, xarici təbliğatı var. Bu təbliğatlar istər-istəməz bizim üçün uşaqların təbliğatına böyük təsir göstərir. Buna da uymamaq lazımdır. Vardır, bəzilərdir ki, elə bilirlər ki, xaricdə bu saxmalar pişiriblər, hazırlayıblar. Bunlar da gedəcək orada bəndən başqalar ki, xeyr. Gedənlər ora, özləri dışarı gələndən sonra deyirlər ki, bizi orada 2-ci, 3-cü şortda, növdə insanlar kimi qəbul edirlər. Birinci sözsüz ki, birinci növbədə özündən yaşasın. Bəlkə də əmək haqqında da təbii fərq var, amma bir şəxsiyyət kimi, həmin adamlar bizim ki, gezib orada hansı, nə edə bilər? Nə varsa bu vətənində olardır, vətənində qurmalıdır, yaşatmalıdır, olmalıdır və sözsüz ki, gələcək nəsli inkişafına fikir verməlidir. Bugün Vaqif müəllimimizə düzgün istiqamət verməsin. Biz həmişə məsləhətləşirik. Çünki bir neçə ağsaqqallar var bizdə, hansı ki, doğrudan da həmişə ehtiyacımız onlardan demək biz məsləhətlər alırıq, istifadə edirik və bugün də öz bəhrəsini verir. Bakımız da gündən günə inkişaf
inkişaf edir, dövlətimiz də gündən-günə inkişaf edir. Sözsüz müəyyən çətinliklərimiz var, qonşularımız bizim görürsünüz ki, hansı vəziyyətdədir. Bu vaxta qədər hələ müharibənin 65 illiyini qeyd edəcək qələbəmizin çox təsirdən olsun ki, hələ çox müqaviləsini indiyə qədər sonunda çatdıra bilməmişik. Digər dövlətlərdən də yəni biz deyək ki, hansı ki, birinci növbədələrdə bilirəm ki, erməninin cənabların birinci həmişə dedik ki, öz dövlətimizə inanmalıyıq, Türk dövlətlərlə inanmalıyıq, çünki Türk dövlətləri bizim ailəmizdir. İranın prezidenti Azərbaycana gəldi. Özü də ki, əslən Azərbaycanlı olan prezidenti, özü də görürüz hansı məsələlər burada qaldırıldı, hansı məsələ, cənab prezidentlər çox yüksək səviyyədə qəbul olundu. Çox məsələlərə, bildiyimiz, bilmədiyimiz məsələlər var ki, onlara aydınlıq getirildi, masanın üstündə qoyuldu. Bugün də bu ayına qədər inkişaf edir. Cənab prezidenti görürüz ki, özü iştirak edir, düzdür bizim Şuşanı alan qəhrəman olanlarımız var. O dəstəni ora göndərdi, paradda iştirak etdirdi və Paşinyan'a da göstərdi ki, bax, Şuşanı alan bu oğlanlar, bu qəhrəmanlar, bu balalarımız. Yəni, bu da bizim başımızın ucalığıdır, əlbəttə ki. Böyük inkişaf gedir, bugün rayonlarımıza gedir, vatandaşlar. İndi siz görür ki, biz o işğaldan azad olunmuş rayonların hamısında Sakaryalar şurası bugün fəaliyyət göstərir və aktiv də fəaliyyət göstərirlər orada. İnsanlarımız gündən günə var köçür, yəni bu qaçqın köçkünlərimiz hansı ki 30, 32 il, 35 il, 88-ci ildən gələnlər də var idi. Onlar da məsələn köçürtülüyorlar, neçə illərdir, uzun illər. Əksəriyyətinə baxırsan, cavanda görməyiblər, o da bilmir, amma yaşlı adamlar orada göz yaşı ilə gedirlər, sevinç yaşı ilə. O sevinci orada alırlar. Ona görə də mən hesab ederim ki, sözsüz ki, biz həmişə bir-birimizin yanında olmalıyıq, bir-birimizə dəstək olmalıyıq, ayıq olmalıyıq, sayıq olmalıyıq, elə bilməyib ki, erməni yatıb qalıb, yox. Silahlandırır, bakın görün nə qədər silahlanma gedir Ermənistanda. Hindistan həmişə biz sevərdik ki, Hindistan bizim doğmadır, xeyr. Hindistan'ı baxın görün, bugün ermənilər tərəfindədir. Nə var ki, biz Pakistan, Müslüman dövləti yollarda, yəni əlaqələrimiz var. Bu ilə də bərabər Hindistan görürsün, Hindistanla Pakistan arasında bir çox böyük müharibə. Şükür ki, ən böyük sevincim bizim oldu ki, bu müharibə deyildi. Çünki müharibə nədir? Dağıntılar, söküntülər, insan itkisi, ata-ananın getməsi, balaların getməsi, heç kim buna, kim nə deyildisin, heç bir dövlətlər müharibədən zərərindən başqa xeyir oldu. Bu şəkillərlə, hansı işləri gördüksə, hamısı orada var. Bir məsələləri də demək istəyirəm, əlbəttə 2 gündür bu məsələ bizi çox düşündürür. Öz aramızda baxmalıyıq, sıralarımızda daha doğrusu baxmalıyıq. Kimlərlə biz oturuq, kimlərlə dururuq, necə edirik və danışığımıza, hərəkətimizə düşən. İnsanlar bizə baxıb düzgün mövqedə olur. Əgər biz səhv ediriksə, biz onda bizdən sonra afətən gələnlər günahlandırmırlar. Çünki bu səhvlər bizimdir. İmişlidə olan hadisə ilə nə qədər özünüzlə görürsünüz, yaxşı. Əgər vətənpərvərlikdən danışırıqsə, qəhrəmanlıqdan danışırıqsə, məndən vətənimizi seviriksə, SSR-nin bayrağını niyə çıxarsın? Hansıza İmişlinin kəndində bayrağın SSR-nin bayrağını qaldır. Özür herkesinde de yok. Benden sonra bir döşlerinde bir preslik var. O preslikte de yaşlar. Döşlerden vururlar ve özlerinde var. Yaşıyor. Harsı devlette yaşıyorsunuz. SSR'ni eğer o bilenler yoksa biz illerle gözlemişik hisseden. Ben 73. ilde ben, hele 72. ilde bir talebeydim. Biz apardılar bizi Qatarla Polşa'ya. Orada tələbələr arasında görüşlər var idi. Akşam bizi bir qonaq çağırdı. Bir tələbə qrupu, biz tələbə Azərbaycandan gələn tələbə qrupunu apardılar, bir görüşü. Oturup orada baxanda bir xəritə çıxartdılar, qabağımıza qoydular ki, baxdık gördük ki, burada SSR yoxdur. Yəni, nə sosialist bloku var, nə SSR var. Biz çıxanda, bir söz demeye çıxanda dedik ki, yəni xəstələndirlər, billə SSR inanmırdı ki, də. Amma vaxt gəldi ki, 91-ci ildə bu 15 Respublika 15-i də imzaladı ki, SSR dağılmalıdır. Bu ki,
sonradan gelen bir kurumdur. Ve bugün onun bayrağını burada kaldırmalar aslında anlatacak. Ermeni bugün 9 Mayı qeyd edir ama o da Diclə, Qaragil Diclənin şəkildə qoyub ora qəqqiyi ki, bunlar qəhrəman. Hansı ki, legion olub, legionun başında general legion olub. Amma bizdən 132 bizim milli qəhrəmanlarımız var. O cümlədən Mehbüsətlərdə yani bizim Əzi Asmanla başqaları mən bilmək istəməz var. Bəli, bu belə qəhrəmanlarımız olur. Özlərini o da Azərbaycanın gələcəkidir. Biz indi Azərbaycan Səyləşənlərin 99% nəsillər arasında yaşayanlardır və 4 il bundan qabaq may ayının 26-sında mən burada Ağsaqqallar Şurasının sədri seçilmişəm. Onun 3 il yarımını Dövlət Vəkili Cənab Asım Əsgərovda işləmişəm, onun komandası ilə işləmişəm, müavinlər də burada bir komandadır, indi də buradadır, müavinlər Hamsərək öz yerindədir. Ona görə istəyirəm, Asım mənimlə söz verir. Təşəkkür edirəm. Hörmətli müəllim, hörmətli Vahid müəllim, mən burada oturan hər birinizi salamlayıram, burada Sayın Hakimiyyətin müavinləri var, hələlik yox. Belə kadrlar tuzlaşı onlar, mən çox arzulayıram ki, hər kəs belə bir kadrların dəyərini bilsin, qiymətini bilsin. İstəyər Tibarət olmamız, Vahid müəllim, Ramiz müəllim, üçü də hər biri öz yerindədir və eyni zamanda Rayon İcra Hakimiyyətinin aparatının əməkdaşlarının hər biri haqqında mən söz deyirəm. Çox gözəl bir kollektivlə mən işlədim, 901 ay və bu günlərdə bu doğma yuvalar arasına gələndə və sizin kimi gözəl insanların, ağsaqqallarını, doğmalarını görəndə həqiqətən mən çox sevindim və təşəkkür edirəm Vahid müəllim. Sağ olun sizə, mən minnətdarım ki, Zahid müəllimizdən gələdi. Çox təşəkkür edirəm. Əslində Zahid müəllim, mən sizin yerinizə oturdum, mən aşağıda oturmalıydım çünki baş sağlətlərlə siz verirsiniz, amma və burada bizim ağsaqqallarımız var, hörmətli Qeyrət müəllim, Zaman müəllim buradadır, bizim Yaxın rayon təşkilatı rəhbəri Azər müəllim buradadır, Nazim müəllim buradadır. Yəni bu çox gözəl bir, hər birinizin adını səhiyyiyyətən qürur duyardım. Bütün təşkilatların rəhbəri, bələdiyyə, Məzun Komitə Təsərrüfat Birliyi, nümayəndələr. Yəni çox gözəl bir əfar-ruhiyyə var. Mən bir şey demək istərdim ki, əslində ağsaqqalların iclasını keçirəndə mən hərdən görürüm ki, bəzi kollektivləri də dəvət edirlər, amma burada baxırım ki, sırf bu rayonun ağsaqqalları və abisəkləri əyləşir. Burada çox diqqətlə qulaq asırlar. Mən hətta düşünürdüm ki, onlar hansısa bir səhv axtarırlar, hansısa bir düzgünlük axtarırlar, hansısa bir gözəl sözlər axtarırlar. Yəni səhvi məcazi mənada deyirəm. Amma Vahid müəllim burada elə gözəl bir hesabat verdi ki, mən istədim o dedim ki, Vahid müəllim, siz bu bir ildə dayanmamışsınız, bütün gün işləmişsiniz. Hər günün bir hesabatını verdi. Orada mən deyərdim ki, orada şəkillərlə, monitor vasitəsilə göstərilən şəkillər, bu bəlkə də onun gördüyü işlərin bir hansısa 20-30%'dir. Həm Rayon İcra Hakimiyyətinlə, həm Genel Partiyası rayon təşkilatı ilə, eyni zamanda Ağsaqqallar Şurası başda olmaqla, hörmətli İcra müəllim və onun komandası burada, aparatın rəhbəri buradadır və çox gözəl aktiv sürətdə öz fəaliyyətini qurur, öz müavinləri ilə, öz şuranın üzvlərində çox gözəl bir fəaliyyət göstərir. Məsələn, ümumiyyətlə, mərkəzi rayondur, burada bu günləri Eldar müəllim özünün iştirak etməsi, özünün bu günləri bu hesabatı dinləməsi və öz fikirlərini, çox gözəl fikirlərini söyləməsi bu əlbəttə bizim rayonlarla, bizim deyirəm, çünki mən yaxın üzvüyəm, Azər müəllimlə bu günləri yaxın tərkibində fəaliyyət göstərməyə çıxarmamışsınız cəzəmə? Yox, deyil yox. Buradayam, ona görə də bu rayon bizim üçün rayondur və bu rayonun demək, hər bir insanları mənim üçün doğmadır. Ona görə bu şəxsən edən mən burada iştirak edilməsi və bu rayona verilən qiymətdir ki, o hesabat dinlədi və öz gözünə çıxışlarını verir. Bu dövlətimiz inkişaf edir, bu günlər ülkəmiz inkişaf edir. Allah Allah'ın bizə rəhmət eləsin. Bir neçə gün bundan qabaq onun doğum gününü keçirdik, 100. il dönümünü keçirdik və eyni zamanda onun gördüyü işlər, onun yaratdığı xarqələr haqqında geniş müzakirələr aparıldı, geniş konferanslar keçirildi,
geniş tədbirlər oldu, istər ölkəmizdə, istər ölkəmizdə kənar, bütün dünyanın hər bir yerində onun dəhlizin müqəddəs ruhu anıldı. Nə qədər ki, Azərbaycan var, bizim hörmətli xalqımız, millətimiz var. Biz həmişə onlarımızı və eyni zamanda biz şəhidlərimizi unutmayacağıq. Çünki bizim Heydər Əliyevimiz, onun yaratdığı bu ölkə, çox möhkəm və uğurla inkişaf edir. Onun bu siyasətini Cənab Prezidentimiz inkişaf etdirir, davam etdirir. Ən böyük arzularından biri ondan ibarətdir ki, torpaqlarımızın azad olunması, bayaqları Qədərlə də dedi, torpaqlarımız 44 gün müharibədə və bir gün 24 saat olmayan lokal terror əməliyyatında azad olundu və orada Ali Başkomandanın rəhbərliyi ilə bütün xalq ayağa qalxdı və qısa müddət ərzində 44 gün müharibədə biz torpaqlarımızı azad etdik. Nə edək ki, bizim torpaqlarımız erməni terroristləri, vəhşiləri, düşmənimiz olsa da kişi qeyrəti olmayan düşmənlərdir. Ona görə də biz 30 il gözlədik, 30 il müddətində bizim sülh siyasətində torpaqlarımızı geri qaytarıb özümüzə vermək iqtidarlı olmalıdır. Yəni, bunu anlamadılar, başa düşmədilər və üz üstə ifadə etmək görə qalmadılar. Ona görə də öz millətlərlə qözürdülər və biz istəməyiz ki, bizim şəhidlərimiz olsun, amma qəhrəman xalqı biz şəhid verməyə həmişə hazır olan bir xalqıq. Ona görə ki, 30 illərində bu fikirləri, ifadələri həmişə ifadə etdik ki, biz yeri gələrsə, biz əgər Ali Başkomandanın yanında olarsa, bütün xalq ayağa qalxıb, torpaqlarımızı azad edər. Çünki bizim bu günləri İskəndər bəy kimi qeyrətli atalarımız var, şəhid adası burada əyləşibdir və bütün şəhid atalarımız, bizim qeyrətli qazilərimiz var, qeyrətli oğullarımız var ki, hansı ki, siz axsaqqallar, siz böyüklərin böyük başa saxladığı və onlara qəhrəmanlıq nümunəsini aşladığınız bir bizim böyüklərimiz, axsaqqallarımız. Ona görə də biz torpaqlarımızı azad etdik və biz müqəddəs torpaqlarımızı qoruşduq. Bu günlərdə çox böyük işlər gedir və siz gördünüz ki, bir neçə gündən qabaq möhtərəm prezidentimiz Ağdamda oldu, Şuşada oldu, Qocalda. Yəni, Qarabağda yaradılan xariqələri görəndə əlbəttə ki, adam ürəyi dağa dönür. Burada olan insanlardan bayaqları Zaman müəllim ətraflı danışırdı. Çünki həmin Ağdamda həm dayanacağın, dəmir yolu və avtovazlar kompleksinin açılışında iştirak edib və orada olan təəssüratlardan danışımda həqiqətən də adamın ürəyi dağa dönür. Həqiqətən də biz görüşünə qədər bizim böyük prezidentimiz var, nə qədər bizim böyük bir ölkəmiz var, nə qədər böyük xalqımız var və buna layiq olan xalqımız var, buna layiq olan prezidentimiz var. Qısa müddət ərzində görün, 20% Azərbaycanın torpaqları elə belə deyil. Bu günlərdə orada bütün hər bir qarışda, hər bir ərazidə iş getməsi bu ölkəmizin prezidentinin prinsipal mövqeyindən irəli gəlir, onun xalqa məhəbbətindən, sevgisindən irəli gəlir və bu sevginin nəticəsidir ki, bizim 1 milyondan yuxarı olan o qaçqınlarımız, məcbur köçkülərimiz öz dədəbi baba yurtlarına artıq köçməyə başlamışdır. İnşallah bütün hamısı köçəcək, öz yerlərində, öz o gözəl torpağımızda yaşayacaq və oradan toy düğün səsləri, gözəl səslər eşidəcək. Ölkəmiz inkişaf edir. Bugün iqtisadiyyatın inkişaf edir, bütün sahələrdə uğurlar əldə edilir. Mən bayaqları ətraflı çıxışlara görə mən təşəkkür edirəm və bir daha ona qayıtmaq istəmirəm və bir daha uğurlar arzu edirəm. Bu günləri mən düşünürəm ki, yəni bu sizin bilirəm ki, istəyinizdir. Yəqin ki, burada bayaqlar Vaqif müəllim deyir, əslində seçici deyil, amma bir daha səsə qoyacaq. Mən bu günləri Vaqif müəllim şadınız ki, olan Vaqif şadınız kimi bir insanın burada ağsaqqallara rəhbərlik etməsi, mən həqiqətən də düşünürəm ki, bu rayonun ağsaqqallara nə qədər böyük önəm verdiyindən irəli gəlir. Çünki Vaqif müəllim özü də həm onun tarixini, onun keçdiyi həyat yolu biz baxsaq görək ki, həqiqətən də Vaqif müəllim xalqını sevən, xalqına, millətinə, məhəbbətlə yanaşan və ulu öndərli siyasətini, bu gün də Cənab Prezidenti siyasətinə sədaqətlə qalan çox demək olar ki, böyük bir insanlardan. Buna görə də Vaqif müəllimin biz keçən il yubileyini keçirəndə, 85 illik yubileyini keçirəndə orada möhtəşəm bir yubiley keçirildi. Mən həqiqətən də bu yubileylər içərisində onun nə qədər möhtəşəm olduğunu bir daha gördüm. Orada Eldar müəllim iştirak elədi. Orada bizim ağsaqqallarımız, bizim professorlarımız, rektorumuz və digər qonaqlar iştirak elədi. Çox gözəl fikirlər söylədilər Vaqif müəllim haqqında. Çünki o buna layiqdir. O əlbəttə ki, yaşadığı ömürdə
bu xalqına, millətinə, dövlətinə, prezidentinə və onun dərinə sadiq olan bir şəxs kimi özünü həmişə öndə aparmışdır. Vaqifəm, sağ olun. Mən bir daha qabaqcadan sizə uğurlar arzu edirəm və hər birinizi bilir ki, barıma basırım. Sağ olun. Çok sağ olun. Güzel sözlere göre bu rayonda işlemeyenin esas sebeplerinden biri de olan ibadetin kesin aksaklı olarak yaxşı yol gösteren ve yolu açıp çığır veren insanlardansınız. Bir de sağ olun deyiləsiniz. Ben növbəti sözü istəyirəm əsl Azərbaycanlı olan, dünyada Azərbaycan xalqını gözəl təmsil edən bizim Dağ Yağınlar İcmasının sədri Melik müəllimə söz edirəm. Hamınızı salamlayıram. Saklansız, söz ki, naile, ne böyle, mümkün değil. Sakalları ben böyle karakterize ederdim. Bir əsrin zindanından an gəlirəm. Ne istəyib, ne soyub ölmərəm mən. Şüşəyə sınsam da calanmaram mən. Oradan qırırlar, eğmərəm mən. Zirvəyə, qasırğa, tufan görmüşəm. Dağa, yıldırıma sinə gəlmişəm. Dosta, sözlərimdən şəkər vermişəm. Düşmənə zəhərə, yiyilmərəm mən. Aksaklar bu. Allah size kömək olsun. Aksaklar odur ki, Allah Teala bizi xəlq edənlər öz müqəddəs sevgi ruhundan bize bəxşeyiş edeyim. Ve biz aksakallar sevgi ruhunu cavanlara təlqin eləməyi bacarmalıyıq. Bir vaxtlar bir olmazın sözüne elin aksakalı kan barıştırır. Babalar dünyadan köçenden beri nəvələr çox şeyi ucuzlaşdırır. Buna yol vermək olmaz. Allah Teala'dan təvəkkimiz odur ki, Azərbaycan xalqının yüksək mədəniyyəti hələ buna yol verməyib. Bayaqları xarici dövlətlərdən söhbət düşdü. Xaricdə belə düzdür. Xaricdə elə bir soyuqluq var ki, əgər güneş 50 derece hərarət versə də, xalq özü soyuqdur. Bir əzizinəm, dilən gəz. Hər ovada dilən gəz. Qürbətdə xam olunca, vətənində dilən gəz. Vətən torpağının qara tikanı, yan ellerde biten gülden əzizdir. Ha dostlarım, qəribədə düşəndən qohum qardaş vətən deyən mən oldum. Qumru kimi ayrı düşüb vətəndən qəfəs içrə vətən deyən mən oldum. O ellərin baharından, yazından, aşırıların söhbətindən, sazından, Arifin, alimin hoş avazından uzaklaşıp ayrı düşen ben oldum. Başına döndüğüm ağır ellerim, ömrümün bağında kızıl güllerim, vefalı, hürmetli gümüş tellerim, garip elde yalnız kalan ben oldum. Duman kalkar ben şahidin başından, derya dolar gözlerimin yaşından, vətəndən, dostlardan, yar yoldaşından
ayrılıban uzak senden olsun. Ona göre de Azerbaycan'ı sevmek lazımdır. Azerbaycan'ı korumak lazımdır. Azerbaycan bizim göz bebeğimizdir. Göz ışığımızdır. Kolumuzun gücüdür. Dizimizin takatidir. Çoklu torpağa, çoklu diyar görmüşəm. Biri bizim yerini vermez. Neçə çay çağlasa belədən belə, bizim xan arazın yerini vermez. Cəmşiddəki var dövlətə vermərəm. Hatəmdəki səxavətə vermərəm. Məcnundakı məhəbbətə vermərəm. Bu ana vətənin bir qarşını. Ayaqları Asif müəllimlə söhbət elədi. Asif müəllim, mən 57 ildir Nəsimi rayonunun sakiniyəm. İnan ki, bu ayaqları biz liftdə söhbət edəndə siz məndən soruşdunuz ki, tikinti necə gedir? Dedim, əla. O tikintinin bünövrəsindən siz oldunuz. Sizin dəstəyiniz oldu. O torpağın tapılması da sizdən oldu. Amma möhtərəm prezidentimiz dediyi kimi öz sözünün üstündə necə ki həmişə durur, indi də onu başa çatdırır. Alqış söyləyirik prezident sizə, möhtəşəm qələbə bəxş etdiniz bizə. Doğmasan, əzizsən, hər birimizə dərin minnətdarıq prezident sizə. Odlar yurdumuzun mətin oğlusan, Heydər Məktəbinin davamçısısan, vətənə, xalqına arxa dayaqsan, dərin minnətdarıq prezident sizə. Xalqların yaşayır indi dinc, rahat, yaşayış yüksəlir hər gün, hər saat. Xalqın üçün daima yaşa, qur, yarat, dərin minnətdarıq prezident sizə. Hər eldən obadan sizə var salam, hamının qəlbində sizədir inam. Humanist prezident, mehriban insan, dərin minnətdarıq prezident sizə. Biz Yahudilər Azərbaycan xalqı ilə pərçimlənmişik. Dostluq keçmiş zamandır. Qardaşlıq keçmiş zamandır. Amma biz pərçimlənmişik. Biz ayrılmazıq. Məsədi Gəncəvinin belə bir deyimi var. Deyir, sudan ayrıldınca candan ayrılar. Eşki balıqlardan öyrənmək gəlir. Bizi Azərbaycandan ayırmaq mümkün deyil. Elə bir qüvvə də yoxdur. Ona görə də bu dostluq, bu qardaşlıq həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində özünü göstərdi ki, biz Azərbaycan xalqının sevincini şərik olmasın və günlərdə də bir yerdəyik. Ona görə də Allah Teala Azərbaycan xalqına, bu məmləkətə, bu dövlətə o qədər xoş günlər qismət eləsin ki, biz Azərbaycanda yaşayan xalqlarla birgə o xoş günlərin yiyəsi olaq. Sağ olun. Sizin Azərbaycan Partiyasının Nəsimoğlu təşkilatlarından sağlayıb, Nəsimoğlu şubasının növbəti koordinasında iştirakçılara görə hər birinizə təşəkkür edirəm. Əvvəlcə qeyd etmək istəyirəm ki, fəaliyyətimizə uğurla təkrar edən Varıq Şahınızın timsalında Nəsimoğlu Ağsaqqallar şubasının qətkərliyinə təşəkkür edir. Bu müqəddəs işdə onlara uğurlar arzulayır. Azərbaycan Ağsaqqallar Şubası 1989-cu ildə təsis edilmişdir və 1990-cı ildən rəsmi fəaliyyətə başlamışdır.
Üçdən qədər akademik İmam Mustafayevdən başlayaraq, Uzaq Ortaqda Eldar və hazır Kisədir, Eldar İbrahimov kimi, Eldar Quliyev kimi ziyalı, nüfuzlu şəxslər tərəfindən bu təşkilat böyük şərəf və məsuliyyətlə dəvə olunur. Təmsil etdiyimiz bu təşkilat özündə könüllülük, ümumi maraqlar və bərabərlik prinsiplərinə əsaslanaraq milli mənəvi dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik uğrunda tərbiyəsinə və dövlət siyasətində dəstək istiqamətdə ciddi fəaliyyət göstərir. Ümumilli lider Heydər Əliyevin Respublikamıza rəhbərliyə qayıdışı ilə Ağsaqqallar Şurasında fəaliyyətli canlandı. Hazırda Respublikamızda 79 şəhər və rayon təşkilatı, o cümlədən Naxçıvan Muxtar Respublikasında 8 təşkilat olmaqla 35 ildən artıq üzvü olan güclü bir qurumun bir parçası olmaq bizim üçün həm qürur, həm də böyük məsuliyyətdir. Hörmətli tədbir işgəçləri, Əsəməyə Ağsaqqallar Şurası da bu çərçivədə üzərinə düşən vəzifələri layıqlıqla yerinə yetirməyə çalışır. Son bir neçə ildə rayonumuzda bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bunlardan birincisi, 7 fevral 2024 tarixdə Azərbaycanda növbədən cənab prezident seçkiləri, 1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə və 29 yanvar 2025-ci ildə Azərbaycanda bələdiyyə seçkilərində Nəsimoyan Ağsaqqallar Şurası aktiv fəaliyyət göstərmiş və təbliğatda yaxından iştirak etmişdir. İkincisi, rayon məktəblərində və ali məktəb məsələlərində gəzlərlə görüşlərin keçirilməsi. Üçüncü, milli mənəvi dəyərlərin təbliği məqsədi ilə konfrans və tədbirlərin təşkil edilməsi. Dördüncü, rayon ictimaiyyəti ilə birlikdə vətənpərvərlik uğrunda aksiyalar və tədbirlərin təşkili. Bütün bu tədbirlərdən məqsədimiz cəmiyyətin mənəvi sağlamlığına töhfə vermək, məsləhətimizi vətənə, dövlətçiliyimizə, xalqımıza sədaqət uğrunda tərbiyə etmək olmuşdur. Əziz Ağsaqqallar, unutmayaq ki, bizim hər birimiz cəmiyyətin mənəvi dayağı, zəngin həyat təcrübəmiz, qazandığımız nüfuz və ağsaqqallığımız bizə cəmiyyətə yol göstərmək, düzgün istiqamət vermək kimi böyük bir məsuliyyət daşıyır. Hörmətli Asif müəllim, hörmətli Vahid müəllim, hörmətli İlhaslar, hörmətli Nəsimlərin Ağsaqqallar. Bu günləri doğru və sosial əlamətlər düzdür Nəsimlərin Ağsaqqallar cəmiyyətində. Seçimləri Vahid müəllim böyük bir hesabatını istəyirdik və hesabat quruluna qədər görülmüşdür bu arada. Mən Vahid müəllim haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Vahid müəllim, mən tanıyanda Universitetin ikinci kursunda oxuydu. Vahid müəllimdə dördüncü oxuydu. Vahid müəllim Həmkarlar Təşkilatının sədri, Şəhərlər Təşkilatının sədri deyil. Və həmin dövrdə Vahid müəllim gənc olmasına baxmayaraq hamı yaxşaqlanır. Bütün tələbələrin və əfsanadalarımızın yataqxana həyatını tamamilə dəyişdirmişdir. Çox maraqlı bir yataqxana həyatımızdır. Yəni, demək istəyirəm ki, Vahid müəllim gənclik vaxtından, gənclik yaşlarından belə bir ağsaqqallıq etmək qabiliyyətinə malik olur. Mən elə gəlir ki, bu Vahid müəllim onun doğrudan qazanmış bir vaxtlarından valideynlər tərəfindən edilmişdir mirası. Vahid müəllim böyük vətənpərvərdir. Vahid müəllim vətənpərvərliyi mən öz gözlərimə görmüşəm. Birinci Qarabağ müharibəsi yerində ağır günlərdə Vahid müəllim həmişə xalqına Qarabağın gələn qaşqınlara Vahid müəllim Qarqeynqin yataqxanalarında bir gəzərə olaraq yer düzəltmişdir, onlara sığmasaq düzəltmişdir, onların hamısının arasına qalırdı. Vahid müəllim Yeni Azərbaycan Partiyasının yaranmasında da Vahid müəllimin xüsusi xidməti var. Vahid müəllimin də yazın yaxşı yazındılar. Zuri rayon Boraz qəsəbəsində bir şəhər yapılır. Orada
düşman qüvvələrinin, ermənilərin qoşunlarının 3 kilometr bir məsafədə olan bu vaxtından o yerdə, o şəhərdə Yeni Azərbaycan Partiyasının təsir içməsi Var müəllif Asaqallar Şurasının səhəri seçilerindən sonra da Asaqallar Şurasının yürürlükli sağlanmalar və Asaqalları yad edin, şəhidlərə, xatirələrinə, şəhid ailələrlə, şəhidlər görüşlərdə, qazələr məşğullarla görüşlərdə, Vaqif müəllifi da böyük bizim Asaqal olmalı. Mən arzulayıram ki, yeni bir 5-ci rəsmin hesabatı dinləyək. Var olun, qullar. Çox sağ olun, bütün çıxışçılara, əlamı sözlə dinləyək mərmər. Mən həqiqətində sizəcən sırf Azərbaycanlı sayəsiniz sahib. Sifarişlə çıxışda tutardı. Kim çıxış eləmək istəyirsə, kimin sözü varsa, buyurun. Buyurun. Təşkil edən Profesör Vaqif Şahinski rəhbərlik etdiyi Nəsim Rayon Asaqallar Şurasının 2023-2025-ci il fəaliyyət dövrü qənaətbaş icra edilir. Sağ olun, Profesör Əli, buyurun. Hörmətli təzyiq iştirakçılardır. Burada iştirak edənlərin demək olar ki, hamısı müəyyən həyat təcrübəsinə malik insanlardır. Və onlar da təcrübələrində bilirlər ki, hər hansı bir təşkilatın uğuru, o təşkilata rəhbərlik edən adamın bazarından, qabiliyyətindən birbaşa asılıdır. Mən uzun illərdir Nəsim rayonunda fəaliyyət göstərir və bu illər ərzində və bu icra hakimiyyətinin özünün nə qədər bazarlı fəaliyyət göstərdiyini şahidiyim. Xüsusən Asif müəllimin rəhbərliyi altında bax, Yeni Azərbaycan Partiyasında əla işləyir, Asaqallar Şurasında yaxşı işləyir, o bir təşkilatlar da və seçim də burada çox maraqlı görülür. Vaqif Şahinski bu quruma rəhbərliyə gələndən sonra bu qurum canlanıb. Yerlərdə, birbaşa yerlərdə Vaqif müəllim özü gəlib iştirak edir, tədbirlərdə, o tədbirlərdə cəmaata qayğı göstərir, cəmaatın işinə yarayır. İllər Universitetində Vaqif Şahinskiyə dəfələrlə iştirak edir və orada tədbirlərdə gəlib çox maraqlı çıxışlar edir. Təsadüfi deyil ki, Respublika Asaqallar Şurasının sədri bugün onun fəaliyyətinə yüksək qiymət verir. Bu elə belə olmur. İcra hakimiyyətinin başçısı ona yüksək qiymət verir. Mən vurğunu olduğum yaxınlar icrasının rəhbəri necə gözəl çıxış elədir, necə Vaqif müəllimin qiymətləndirir. Hesab edirəm ki, bu illər ərzində Vaqif müəllimin rəhbərlərinin təşkilatı çox gözəl işləyir və bu təşkilat fəaliyyəti kafi yox, yaxşı qiymətləndirilməlidir. Əgər seçki olacaqsa, yenidən Vaqif müəllimin seçilməsini təşkil edir. Başka şeyler isteyenler var. Yok. Buyurun. Başkanım. Demək olar da Buyurun. Başladınız. Güzel ştab yapacağız. Çekilir. Bizim cəmaatının Asaqallara ehtiyacı çox böyükdür. Çünki Asaqal olan yerdə hər şey var. Bərəkət, qurucu bərəkət var. Sağ olun, neçəliyirsiniz.
Ağsaqqalı Şurasının sədrisiniz. Elə mən də iştirak edirəm sizin seçilməyinizdə. Mən də buradayım. Çox sağ olun. Hamı sizin hər tərəfə dedikcə şey demədilər ki, həm də çox qarikeş bir insansınız. Sizə bütün ağsaqqallar adından təşəkkür edirəm. Çox sağ olun. Belə də davam edin. Sağ olun. Şimdi Benim 82 yaşım var ama bu təşkilatın en büyük genç üzüyüm. Bir de yaxınız ki ben bu təşkilata üzü olmuşam ve ben bu təşkilata üzü qəbul ettiğinden görə təşkilata sadece Vagif müəllimdən, yeni Azərbaycan Partisindən, Azər müəllimdən və minnətdarım. Bu bir il ərzində mən elə bilirəm ki, bəlkə 50 il bu təşkilatdan bu yoldaşlarla biz olmuşam. O qədər diqqətli, o qədər necə deyirlər, xoş gələn məsələlər həllində iştirak etmişim. Mən belə fikirləşirəm ki, Vagif müəllimin fəaliyyəti müsbət qiymətləndirəcək. Onun iş fəaliyyətinə yüksək qiymət verməliyim. Çünki hələ o qədər təvazükar çıxış məruzə elədik ki, burada hələ çox şeylər demədik. Bir məsələyə görə də mən öz minnətdarlığımı bildirəm Vagif müəllimə. Günləri mən Tribuna'dan çıxış edən Eldar müəllimin 40 il bundan qalan biz bir yerdə işləmişik. Elə bir o da cavan oğlan idi. Mən ticarət nazirinin qanununu işləyirdim. Eldar müəllim böyük bir ticarət təşkilatının rəhbəri idi. O kollegiyalarda elədiyi çıxışları, xoş danışıqları bir yenə ondan işləyirdim. Eldar müəllim sizi xoş gördüyümə görə minnətdarım. Qiymətlərinizi mən də yenə də deyirəm ki, Ağsaqqalımız burada təfərrüatı ilə çıxış edədi. Amma professorun çıxışından sonra mən bu izdihamı, bu yurşadlığı, bu səmimiyyəti 80%'nin məhz müəllim kontingentinin burada olmağında görürəm. Və deyirəm, kömür, daşlaşmış gecə, zənci kimi qapqara, od qurub yandıranda öz alov dillərini qızıldır üsyancı tək sonsuz qaranlıqlara, özü qara olsa da, əməli od, işıq, nur, əməli nur olanı insanlar daha uzaq, daha müqəddəs tutur. Eşq olsun sədalətə, eşq olsun vətənimin layıqlı qızlarına, oğlanlarına, Azərbaycan vəhdəti naminə biz birik, bir olacaq və Azərbaycanın gələcək mücadeləsində həmişə növcavan görüşəcəyik. Sağ olun.